Bəli, Konstitusiya və suverenliyi ili çərçivəsində din xadimlərinin ikinci forumu öz işinə başlayıb. Forum çərçivəsində din-dövlət münasibətlərinin konstitusion əsaslarının möhkəmləndirilməsi, dünyəvilik prinsipinin təbliği, eyni zamanda multikultural və tolerant dəyərlərin təbliğ olunması əsas məqsəddir. Burada qeyd edim ki, Türkiyə, Qazaxıstan, Qırğızıstan, eyni zamanda Özbəkistandan nümayəndələr iştirak etməkdədir. Forum çərçivəsində multikultural dəyərlər sistemi, dövlət-din münasibətlərinin hüquqi və mədəni aspektləri, rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyası, qlobal təsirlər fonunda gənclərin maariflənməsi, müasir metod və innovativ yanaşmalar mövzusunda müzakirələr aparılacaq. Müzakirələr zamanı əsas məqsəd qeyd etdiyimiz kimi dövlət və din münasibətlərində əməkdaşlığın təşviq edilməsi, dini radikalizm və zərərli ideoloji təsirlərin qarşısının alınması, maarifləndirmə yolu cəmiyyətdə qarşılıqlı hörmət və etimad mühitinin möhkəmləndirilməsi məqsədi güdür. Təbii ki, müasir dünyada din xalqların mədəni və dini dəyərlərinin əsas göstəricisi olsa da, bu baxımdan radikalizm qəbul olunmazdı. Azərbaycan isə multikultural dəyərlərin təbliği və tolerantlıq baxımından çox nümunəvi bir sistem həyata keçirib və qeyd edim ki, həmin din xadimləri, forumda iştirak edən din xadimləri dünənlərin həm məsciddə, eyni zamanda kilsədə və sinagogada olublar. Bu isə ölkəmizdə tolerantlıq mühitinin ən gözəl nümunəsidir. Təbii ki, bu forumlar çərçivəsində eyni zamanda Qarabağımızda, Şərqi Zəngəzurumuzda zərər görən dini abidələrimizlə bağlı informasiyaların çatdırılması baxımından da mühüm rol oynayır. Forum çərçivəsində xarici nümayəndələrin fikirləri nədən ibarət olacaq? Təbii ki, biz ASTV xəbər komandası olaraq bunu onlardan eşitməyə çalışacağıq və sizlərlə bölüşəcəyik. Hələlik isə bizdən bu qədər deyib sözü yenidən sizə ötürürük.